deyir ki, X və Y atomları əməliyyatı ionlar üçün doğru ifadələr müəyyən edin. Baxıram X-in əvvəlki protonu 20-dir. Y-in əvvəlki protonu 15-dir. Düzdür, elektronun zamanın astığı verib, yəni elektron dəyişməsini. Baxıram ki, X-in fərqi 20-də başlayıb 18-də dayanıb. Fərq eləyir 2. Yəni 2 elektron qədər fərqlənir. -2 yazacağım. Y-inki isə 15-də başlayıb 18-də dayanıb. Deməli o -2 yox, -2 daha doğrusu. Çünki protonu, elektronu azdır. Baxın, elektron 18-dir, amma əvvəlki vəziyyəti 20-dir. Deməli, -2 olacaqdır. Y-də də 15 proton, sonra 18-ə gəlib və fərq nə qədər olur? -3, elektron sayı böyükdür deyə -3 olur. Birinci faydəni oxuyaq. Deyir, X katyondur. Baxaq, müsbət isə katyondur, bəli. Y isə anyondur, bəli, doğrudur. Deyir, əmələ gələn ionların elektron formulları eynidir, bəli. Əgər baxın, elektron sayı, elektron formulu demək ki, elektron sayıları eynidir də. Elektron sayı eynidirsə, formullar da eyni olacaq. Qrafikə baxıram ki, bəli, eyniləşib. Hər ikisi 18-də dayanıb. Deyir, əmələ gələn katyonun radiusu, yəni bunun X-in anyonun radiusundan böyükdür. Yəni, belə deyir. Baxaq, biz bilirik ki, radius yuxarıdan aşağı Mendeleyev cədvəlində çoxalır. Həmçinin birinci qrupda radius daha çoxdur. Bizim də bilirsiniz ki, 20-ni istəsəz elektron formulunu aça bilərsiniz. 3s2-dir. 4s2 daha doğrusu, yəni ikinci qrupdur. 15-in elektron formulunu açsaz 3s2, 3p3-dür. Yəni biri 5-ci qrupdur, biri ikinci qrupdur. Hansı qrupda daha çox radius olar? Təbii ki, ikinci qrupda radius daha çox olur. Yəni metallarda radius daha çox olur. Deyir, əmələ gələn katyon. Amma bizdən katyon halında soruşur. Hə, bizdən katyon anyon halında deyil. Katyon halında deyil, yəni neytral halda soruşsa, bəli, doğrudur. Amma katyon və anyon halında soruşursa, yanlış olacaqdı. Ona görə doğru cavabımız 1 və 2 sayılacaq.